Kürdaxanın həyətindən doğulan futbol arzusu. 45 yaşlı Zakir Əliyev evinin həyətini futbol meydançasına çevirib. Burada uşaqlar pulsuz futbol oynayır, öyrənir və böyüyür. Zakir Əliyev 22 il Ədliyyə Nazirliyində işləyib, amma ürəyi həmişə futbolda olub. İndi isə o Kürdaxandan gələcəyin futbolçularını yetişdirir. Məqsədi sadədir: uşaqlara sağlam həyat, inan və ümid bəxş etmək. Təhsilini hüquq yönümlü davam etdirib, amma bugün bütün enerjisini uşaqlara futbolu öyrətməyə verib. Məni həm müsbət, həm də tənqidi rəylər ruhlandırır. Daha çox çalışmaq, stadionumuzu yaxşılaşdırmaq istəyirəm. Əslində demək istəyirəm ki, şərait əsas deyil. Əsas olan işinə ürəklə yanaşmaqdır. Onun ən böyük arzusu isə Kürdaxanda bütün uşaqlar üçün açıq olan əsl futbol stadionu görməkdir. İstəyirəm ki, belə bir stadion yaradılsın və mən orada məşq keçirə bilim. Ürəyimdə bir ümid var ki, kimsə bu fəaliyyətimi görəcək və bu arzunu reallaşmasına kömək edəcək. Mən Azərbaycan futbolunun fanatıyam. Onu inkişaf etdirməliyik və ilk növbədə uşaqlardan başlamalıyıq.